Salam əziz və dəyərli izləyicilərim. Dünənki videoma dedim ki, dünən video çəkəndə bu kitab haqqında baxanlar bilir. Dedim ki, xoşunuza gəlsə istəsəniz bütün kitablar oxuduğum Qızıldan dəyərli kitablar haqqında təbiblərin, dünyaca tanınmış professorların, alimlərin, bilim insanlarının araşdırmalarını bir-bir hansı kitablar, düzdür, bütün oxuduqlarımı haqqında video çəkəsi olsam onda illər lazımdır. Çünki illərimi vermişəm bu kitabları oxuduqca, hələ də oxuyuram. Amma indi bir-bir özümün də ən xoşuma gəldiyini gördüm ki, sizin də xoşunuza gəldi. Çoxlu rəylər yazdınız, dualar yazdınız. Çox sağ olun, var olun. İnanın ki, siz mənimlə qürur duyduğunuz kimi, sevdiyiniz kimi o dualarınızla, o sevgilerinizlə yazdığınız milyonları keçir. İstəyənlər yenisinizsə keçib TikTok səhifəmdə, YouTube səhifəmdə duaları oxuya bilərsiniz. Milyonları keçən dualarınızla fəxr edirəm, qürur duyuram və yenə də yorulmadan, usanmadan sizlər üçün videolarımı çəkməyə davam edəcəm mənim əzizlərim. Bugünkü kitabım isə Zolotaya kniga Целители разных стран. Üstündə şəklini qoyacağım. Əslində mən kitabı tərs tutmuram. Bəzən elə bilirsiniz tərs tuturam. Ekran tərs göstərir. Üstündə şəklini qoyacağım. Temudan sifariş edə bilərsiniz və yaxud Rusiyada yaşayanlara desəniz ala bilərsiniz. Tərcüməsi belədir ki, qızıl kitab və müxtəlif ölkələrdən təbiblərin, ən tanınmış, yaxşı, bilikli, savadlı təbiblərin türkə çarələri haqqdadır bu kitab. Mən sizin üçün yerlərini qoymuşam, tərcümələr eləmişəm, ən vacib yerlərindən sizlər üçün paylaşacağım. Çünki gördüm ki, doğrudan da hamınız üçün maraqlı oldu. Kim üçünsə isə maraqlı deyilsə, mənim əzizlərim, çox xahiş edirəm. O qədər səhifələr var ki, məni blok eləyin, öz səviyyənizə uyğun, öz dünya görüşünüzə uyğun gedin səhifələrə baxın. Mənim üçün dəyərli olan, mənim üçün əziz olan, hansı ki əziyyətimə dəyər verirlər, o insanlar üçün danışıram və onlar üçün yerlərini işarə edirəm, tərcümələr edirəm ki, bilirəm ki, faydalıdır, ləzzət alırlar. Mənim əzizlərim, deməli bu kitabda ən çox xoşuma gələn nə oldu? Ən çox xoşuma gələn fikir o oldu ki, belə qısa bir cümlə ilə izah edeyim ki, biz xəstəliklərimizə görə deyil, xəstəliklərimizə, baxışımıza görə hərəkət etməliyik. Və burada indi mən dediyim kimi bəzi yerləri, ən vacib nüanslar var ki, onları sizin üçün tərcümə eləmişəm. Bilin ki, bədəninizi dinləmək ən böyük şəfanızdır. Və bu kitabı da məhz elə ona görə sevirəm mənim əzizlərim. Kitabda ən çox vurğulanan başqa bir mövzu da xoşuma gəldi. Mənəviyyat və psixologiyadır. Yəni, yalnız bədəninlə deyil, ruhunla da məşğul olmalısan. Bu kitabda şəfaçılar, təbiblər deyir ki, inciməyi bırax, keçmişi bağışla, qorxularını udma, sevgi enerjini ürəyindən keçirt, enerjisini. Bunlar edilmədən heç bir ot, heç bir yağ, heç bir türkə çarələrlə bədənini sağala bilməz. Sağlamlığın yalnız bədənimizdə deyil, yaşamağın məkanda, yediyiniz yeməkdə, nəfəs aldığınız havada, ən əsas sevgi ilə qurduğun münasibətlərdə olduğunu unutma. Əslində bu cümlə bilirsinizmi nə qədər geniş bir məna daşıyır. Mən bir çox professorların dediyim kimi kitabını oxumuşam. Gün gəldikcə sizlərlə bölüşəcəm. Belə tərcümə edib əsas yerlərini sizlərlə bölüşəcəm. Və onlar hamısı araşdırmacılar, alimlər, bilim insanları təsdiqləyir ki, kin saxlamaq, ürəyində danışmaq, baxın, incimək kimdənsə və o inciməyi içinizdə özünüzlə danışmaq, mənə niyə bunu etdi və kiməsə nədir, zavist nə idi Azərbaycan dilində, çox üzr istəyirəm, mənim oxuduğum kitabların hamısı rus dilində olduğu üçün bəzi sözlər yadımdan çıxır, qurban sizə üzürlü sayın. Yəni kiməsə kin saxlamayın kiməsə. Və bunlar həqiqətən də insan sağlamlığına çox pis təsir eləyir. Məkanınızı dəyişməlisiniz, sizi nervləndirən, sizi əsəbləşdirən, havası çox pis olan, qidalarınızı sağlam qidalanmalısınız və bunlarla həqiqətən də burada tanınmış bilim insanları, tanınmış təbiblər bunları təsdiqləyir. Eyni zamanda da bütün professorlar. Demək, təbiblər bir də kitabda, yenə də deyirəm, üstündə qoyacağım şəklini istəsəniz Rusiyadan aldıra bilərsiniz, bəlkə də Temudan sifariş edə bilərsiniz. Bu kitabda təbiblərin yazdığında əsas xəstəlikdə kök səbəblər var. Bu kök səbəblər sağlamlıq, təmiz qan, sağlam onurğa, güclü enerji.
Məsələn, xərçəng kimi ağır diaqnozlar alanda bir çox şəfaçılar, təbiblər ilk olaraq bu üçlüyə baxmağı məsləhət görürlər ki, görək hansı biri zəifdir. Ən çox, məsələn, qaraciyər mi tıxanıb, onurğa mı sıxılıb, yoxsa insan həyatı mənasını mı itirib? Həqiqətən də xərçəng xəstələrinə birbaşa hansısa həkimin deməsi ki, sənin ömrünə az qalıb, başqa çarən yoxdur, zat bu insanı çöktürür, sağalasıdsa da sağalmır və təkcə bu kitabda deyil, bir çox kitablarda da insan özünü öz iradəsi ilə, öz gücü ilə sağalda bilər bütün xəstəliklərdən. Yetər ki, birinci iradəsini güclü saxlamalıdır. Kitablarda yerlərini qoyub sizlər üçün ən gözəl, ən maraqlı, ən dəqiq araşdırmaları, ən gözəl nüansları sizlərlə bölüşürəm. Demək yazır ki, niyyət hər şeyin başlanğıcıdır. Ən güclü dərman əslində bizim düşüncəmizdir, niyyətimizdir. Təbiblər, şəfaçılar xəstəliklərin çoxunun əslində insanın mənfi düşüncələrindən, qorxularından və ya keçmiş travmalarından qaynaqlandığını deyir. Həqiqətən sağalmaq üçün əvvəlcə zehnini və ürəyini təmizləməlisən. Bu kitabda yazılır. Xəstəlik bir növ həyat tərzimizin güzgüsüdür və güzgüdə gördüklərini dəyişmək üçün isə əvvəlcə özümüzü dəyişməliyik. Yəni, sadə dildə desəm, kitabda ən çox bu sözlər yazılır ki, ağır və bahalı müalicələr yoxdur. Əksinə, hər mətbəxdə tapıla biləcək sadə qidalardan istifadə olunur. Bunlar da ki, əvvəllər mən həmişə deyirəm, apteklər olmayıb, həkimlər olmayıb, heç institut belə olmayıbdır. Hətta Hipokrat belə öz atasından və nəslindən götürüb gözlə gördüyü şeyləri və özü onu tibbi dildə keçirdib. Mən o haqda da, Hipokratın həyatı haqqında da danışacağım sizlərlə. Yəni, o vaxtlar tibbi institut olmayıbdır mənim əzizlərim. Belə şeylərlə insanlar öz sağlamlığına qovuşub. Deməli, kitab müxtəlif ölkələrin şəfaçılarından, təbiblərinin təcrübəsini bir araya gətirib və ümumi nəticələrini sizə deyirəm ki, niyyət hər şeyin başlanğıcıdır. Ən güclü dərman dediyim kimi bizim düşüncəmiz və niyyətimizdir. Və təbiblərin, şəfaçıların xəstəliklərin çoxunun əslində insanın mənfi düşüncələrindən olduğunu doğrudan da təsdiqlədi. Deməli, bu kitab qızıl kitab adlandırılır. Həqiqətən də qızıl kitabda istəyərdim ki, oxuyasınız. Mən düzdür, ən vacib yerlərindən sizə gəldim. Çünki mən nəticələri sizə söylədim. Bilirsinizmi? Məsələ ondadır. Nəinki bir bu kitabda. Bütün kitablarda yazılır ki, insan stres ən birinci növbədə gedir. Hətta ən ağır xəstəlik olan xərçəng belə stresdən yarana bilər. Çünki immun sistemimiz ordu şəklində durur və biz immun sistemimizi salanda bu immun sistemdə nə vaxt olur? Turş mühit nə vaxt çökür? Turş mühit yaranırsa orqanizmdə, bu turş mühitdə əsəb vaxtıdır. Təsəvvür eləyə bilirsinizmi? Bu kitabda da yazılır, bütün kitablarda da yazılır. Bütün professorlar, həkimlər də bunu təsdiqləyir, alimlər, bilim insanları. Çalışın stresdən, kindən uzaq olun. Bu kitabda da o nəticəyə gəldim. Bütün araşdırmacıların da nəticələri inanın ki, budur. Əgər travmalardan uzaqlaşsanız, keçmiş travmalardan, kindən, kidurətdən, stresdən, qorxudan uzaq olsanız, inanın ki, orqanlarımız özünü bərpa edə bilər. Və bunu nəinki professorlar bu qızıl kitabda olduğu kimi də təbiblər və türkəçarə həkimləri də bunu təsdiqləyir. Bir çox şeylər var ki, toxumlar, çaylar, düzdür, onları da dəqiq bilməlisiniz. Bildiyiniz insana müraciət eləməlisiniz. Hətta o toxumların, o çayların da artığı belə sizə pis təsir eləyə bilər. Ona görə də dediyim kimi, şəfaçı, əsl təbib ki, xəstəliyin kökünə düşüb oranı axtarmaq, nəinki simptomu bilib elə simptomu aradan qaldırmaq. Vallahi bu nə həkimlik deyil, nə də təbiblik deyil. Çünki simptomun altında səbəb var, o səbəbi araşdırmalıdırlar. Bəzi həkimlər kimi dəyərli həkimlərimiz var, onların qarşısında baş əyirəm. Mənim əzizlərim, əgər bəyənsəniz, şərhlər yazsanız, daha da biri-birindən dəyərli gələn dəfə professor Nimo Vakin, bilim insanı, alim, akademik, bir neçə elmi, 16 elmi işlərin imzasını atmış professor, alim haqqında, kitabı haqqında danışacağım. Xərçəng xəstəliyi haqqında danışdığı profilaktikası, əgər istəsəniz şərhlər yazın ki, mən o kitabı istəyirsinizsə, o kitab haqqında sizə anlayış verim. Və bir də onu deyim ki, sağlam həyat tərzi sürmək istəyirsinizsə, qəbizlikdən azad olmaq istəyirsiniz ki, biləsiniz ki, bütün həkimlərin birinci diqqət yetirdiyi yer ora olmalıdır ki, bağırsağınız təmiz olmalıdır. Amma bağırsağınızı siz, o dedim ki, bayaq otlar var ki, ziyan eləyə bilər. Siyenadı, aclıq otudur, dəvə gözü, maqni sulfat tuzu, bisakadir, matilium, qara kömür saymaqla bitmir. Maqni sulfat tuzu onlar dəhşət saçır. Əgər bir qrupa girib hər ay pul verirsinizsə,
dietoloqa. O sizə deyirsə ki, hər ay verirsiniz Timboli pul. Sizə deyirsə ki, sena çayını yeməyin üstünə tök ki, qara kömür iç, gündə köpürsənsə Allah ol iç. O senalar zadlardır sizin bağırsağınızın mikroflorasını pozur, immun sisteminizi çöktürür. Çünki 70% immun sistemimizə bağırsaqlarımız cavabdehdir. Dalında siz ora niyə pul verirsiniz? Mən bunu başa düşə bilmirəm. Məndə bircə dəfə 20 manat ödənilir və bütün bağırsaq açıcı vasitələrdən, ümumiyyətcə aptekdən uzaq olursunuz. Bir mütəxəssis olaraq bilirəm ki, onlar dəhşət saçır. Əgər bir qrupa ayıq olun biraz mənim əzizlərim, özünüz yenə də bilən məsləhətdir. Bəlkə sizin pulunuz sizə çoxluq eləyir ki, hər ay pul verirsiniz, sizə arıqlama çay, arıqlama kofesi satır, sizi şikəst eləyir. Hansı ki, bu dəhşət saçır. Məndə arıqlama çayı, arıqlama kofesi, arıqlama şokoladı dəhşət olduğu üçün qadağandır. Mən ola bilməz belə bir şeylər. İnsanlar şikəst olur və pul verirsiniz hər ay dietoloqa, sizə su diyeti etdirirsə, immun sisteminizi çöktürüb qanınızı aşağı salırsa, bütün vitamin, minerallar yuyulub gedirsə orqanizminizdən, aclıq etdirirsə, davamında siz dietoloqa niyə pul verirsiniz? Mənim əzizlərim, tam sağlam şəkildə həyatınızı davam etdirmək istəyirsinizsə, canınızı mütəxəssisə əmanət etmək istəyirsinizsə, bircə dəfə 20 manat ödəyəcəksiniz, ili 20 manata bir dənə məndədir, bəylər üçün ayrıdır, qrup xanımlar üçün ayrıdır. Sağlam həyat tərzi sürəcəksiniz, bütün qızıl qaydalarımı sizlərlə bölüşəcəm, saçınızın gözəlliyi, dırnağınızın, üzünüzün, hətta dırnaq göbələyindən azad olmağı belə öyrədirəm və tamamilə həyatınız dəyişir, şükürlə oturub şükürlə durursunuz. Çünki bir mütəxəssis olaraq dedim axı sizə, mən şuur altı da yeridirəm ki, şükürlər etdikcə həyatımız gözəlləşir. Sağlamlıq orduma qoşulmaq istəyirsinizsə, istər kənddən, şəhərdən, xarici ölkədən, Rusiyadan ki, dünyanın hər yerindən artıq qrupumda var, xanımlar və bəylər. Nömrəni deyəcəm, WhatsApp nömrəmi olduğu kimi yaddaşa salın. Heç bir əlavələr etməyin. Etsəniz əlavələr tapmayacaqsınız WhatsApp nömrəmi. Ağzımdan necə çıxırsa, necə tələffüz edirəmsə, o cürə də yaddaşa salın mənim əzizlərim. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.